Baba, dəyirman işləmir? Hə, yenə işıq söndü. Belə olanda mənim işim də dayanır. Necə olacaq? Alternativ enerji təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adıdır. Alternativ enerji əsasən günəşdən, küləkdən və sair mənbələrdən alınır. Alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə həm qiymətli yanacağa qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Baba, heç narahat olma. Mən böyüyəndə bunun çarəsini tapacağam. Necə olacaq bu mənim əziz nəvəm? Baba, mən böyüyəndə alternativ enerji mühəndisi olacağam. Bu peşəni çox sevirəm, baba. Nə gözəl danışırsan. Ay mənim ağıllı nəvəm. Özü də günəşdən çoxlu enerji alan panellər yaradacağam. Onda sənin dəyirmanın da həmişə işləyəcək. Sən oxu. Mənim dəyirmanım sənin günəş enerjinin, onun panellərinin yolunu gözləyəcək. Baba, elə günəş panelləri quracağam ki, insanlar istədiyi qədər elektrik enerjisindən istifadə eləsinlər. Maşınlar, zavodlar, fabriklər bu enerji ilə işləsin. Onda təbiət də ziyan görməz. Baba, gör nə qədər boş yerlər var. Bu yerlərdə nə qədər günəş panelləri qurmaq olar. Baba, bu çölləri verərsən mənə? Hə, mənim balam, niyə vermirəm ki? Verərəm.